Salam YouTube xalqı, bu günlər Türkiyədə məşhur olan evdə hazırlanan Nero dondurması deyirlər. Desin adı Nero idi, amma burada Nero satılmadığı üçün mən də məcbur bundan aldım. Türkiyədə bir qızın biri videosu qabağıma çıxmışdı və o bundan hazırlamışdı. Dedi və çox mükəmməl dadı olurmuş. Nero yapmayı mı planlıyorsunuz? Bırakın ve gidin bunu yapın. Müthiş bir şey. Tutkuya olan tutkum arttı. Bir kurabiyə, biraz tadım test edim. Nəfis mənə güc gəldi. Bunu yoxlayacağım. Bunu da marketdə istədim belə kasserə verəndə qurtaladım, elədim çöpü düşdü yerə. Geçək hazırlama qaydasına. Bunu görüb belə əzdə bilərəm. Bunu biraz möhkəm eləmişəm, altını partlatmışam. Hörgü rizeli. İstəsən bir şey qaçdım. Bunu da pompişin bağlaya bilərsən. Şimdi bunu deşirik. Divlinka. Sonra ikinci vez. Evet. İkinci gün. Mən daha part 1, part 2 zat falan mənlik deyil. Şimdi oldu. Kızın dediği gibi hakikaten de bu daha lezzetliymiş. Sonra tadına bakmamışam. Nero'nun. Bu daha lezzetli. Ya bilmem onun kadar, yani bunun kadar lezzetli olmazdı o. Bence de en yaxşısı.